Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Şairə Nazilə Səfərlinin ailəsinə ağır itki üz verib. O bu barədə Instagram hesabında paylaşım edib, onun atası dünyasını dəyişib. Atam Məmmədov Bəhlul Allahverən oğlu bu dünyaya vida etdi. Yasım var dostlar, 28 fevral sabah Hövsan qəsəbəsi Oktay Şabanov ünvanında ata ocağımdan dəfn olunacaq. Başsağlığı verənlərə əvvəlcədən təşəkkür edirəm. Allah dünyadan köçmüşlərinizə rəhmət eləsin.